Qonaq evləri bölgə turizminin kiçik, amma vacib hissəsidir. Burada turist Azərbaycanın gündəlik həyatını daha yaxından görə bilir. İndi əsas məsələ bu evlərin həm tanıdılması, həm də imkanlarının yaxşılaşdırılmasıdır. Bu isə öz növbəsində kəndlərdə turizmdən qazananların sayını da artıra bilər. Azərbaycanın bölgələrinə gələn bəzi xarici turistlər böyük şəhər otelləri əvəzinə yerli ailələrin yaşadığı evlərdə qalmağa üstünlük verir. Şəkiyə səfər edən Hindistanlı turist də bu seçimi edənlərdəndir. O, qonaq evindəki təcrübəsini sosial şəbəkədə paylaşaraq yerli qonaqpərvərliyi xüsusi qeyd edib. I think Kerala is famous province in India. Buradakı ailə çox səmimi və qonaqpərvərdir. Məni mehriban qarşıladılar. Yaxınlıqda gəzə biləcəyim yerləri kəşf etməyimə kömək etdilər. Yaxşı restoranlar və görməli məkanlar tövsiyə etdilər. Bu kimi nümunələr onu göstərir ki, qonaq evləri turist üçün sadəcə gecələmə yeri deyil. Yerli ailə ilə ünsiyyət, milli mətbəx və bölgənin gündəlik həyatı səyahətin özünə məxsus hissəsinə çevrilir. Üstəlik, turistin bu təcrübəni sosial şəbəkədə paylaşması, həmin məkanı yeni auditoriyaya tanıtması baxımından da əhəmiyyətlidir. Şəkidə qonaq evinin sahibi Arzu Əhmədova deyir ki, xarici turistlərin yerli ailələrdə qalmağa maraqları daha böyükdür. Bu sezon ərzində 20-30 fərqli ölkələrdən bizim evimizə qonaqlar gəlib, qalıblar və bizim milli mentalitetimizlə, bizlə, dəyərlərimizlə yaxından tanış, mətbəximizlə, bizim milli mətbəximizlə tanış olublar. Hazırda turistlərin qonaq evlərini tapmasında əsas vasitələrdən biri onlayn platformalardır. Etibarlı qonaq evləri siyahısının yaradılması həm turist, həm də ev sahibləri üçün daha faydalı hesab olunur. Ekspertlər də hesab edir ki, bu sahədə sistemli yanaşmaya ehtiyac var. Bugün Azərbaycana gələn hər bir turistdən təbii ki, yerli sakinlərin də bir payı mənfəəti olmalıdır. Bu əslində daha yaxşı bir şeydir ki, vətəndaşlar öz evlərini kirayə verirlər və orada öz belə deyək, kənd evlərində öz mülklərinin dəyər qatırlar və eyni zamanda öz kənd təsərrüfatı məhsullarını da gələn turistlərə satırlar ki, bu da həmin zaman yəni vətəndaşlar öz sosial rifahını yaxşılaşdırmış olurlar. Məsələ təkcə tanıtımla bitmir. Qonaq evlərinin bir qisminin yenilənməyə, avadanlıqlara ehtiyacı var. Millət vəkili Vüqar Bayramov bu məqsədlə subsidiya və vergi güzəştlərinin tətbiqini təklif edir. Bizim də hökumətə təqdim etdiyimiz təkliflər qonaq evlərinin inkişafı, daha çox turistlərin cəlb edilməsi baxımından subsidiya, eləcə də təşviq mexanizminin tətbiqi ilə bağlıdır. Belə ki, subsidiya mexanizmi qonaq evlərinin bir sıra xərclərinin dövlət tərəfindən qarşılanmasına gətirib çıxara bilər. Dövlət tərəfindənsə artıq kənd qonaq evlərinin inkişafına yönələn layihələr həyata keçirilir. Turistik kənd layihəsində əsas məqsədlərdən biri turizm potensialı yüksək olan ərazilərdə yerli əhalinin bu sahəyə cəlb olunması və qonaq evlərinin inkişaf etdirilməsidir. Turistik kənd layihəsi çərçivəsində turizm potensialı yüksək olan kəndlərdə əhalinin turizmə qazandırılması, kənd qonaq evlərinin inkişaf etdirilməsi layihənin əsas istiqamətlərindən biridir. Bu layihə çərçivəsində eyni zamanda Dövlət Turizm Agentliyi və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində aqroturizm paketi üzrə 12 kənd qonaq evinə müvafiq avadanlıqlar verilmişdir. Statistikaya görə bu ilin ilk 6 ayında Azərbaycana turizm məqsədi ilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin sayı 3.292.085 olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% azdır. Gecələmələrin 440 mindən çoxu kirayə götürülən evlərin payına düşüb.